Salam hörmətli müəllimlər. İndi sizlərlə bərabər keçirilmiş 40 suallıq sınağın suallarının izahına tək-tək birlikdə baxacağıq. Deməli, birinci sualımız bundan ibarətdir ki, yarpaq sahəsi 45 kvadrat metr olan yaşıl bitkidə 1 saat ərzində üzüm maddə əmələ gələrkən neçə qram karbon qazı tutulmuşdur? İlk öncə fotosintezin məhsuldarlığını müəyyənləşdirək. M bərabərdir S vurulsun T. Yəni burada yarpaq səthinin sahəsi 45 kvadrat metrdir və 1 saat ərzində burada sintez olunan maddənin kütləsi 45 qramdır. Və fotosintezin yekun tənini yazırıq. Və bu reaksiyanın sonunda biz alırıq glikoza və burada 6 mol oksigen ayrılır. Deməli, biz bilirik ki, 1 mol glukozun kütləsi 180 qramdır. Deməli, karbon qazın kütləsi 44-dür, 6 molda reaksiya girib. Yəni, 264 qram karbon qazı udulduğu zaman 180 qram glukoza sintez olunub, 45 qramı sintez zamanı isə nə qədərdir? Və biz burada, deməli, 264-ü vururuq 45-ə və bölürük 180-ə. Və bu zaman x müəyyən olunur ki, bizim deməli bu müddət ərzində udulan karbon qazının miqdarı 66 qram. Bizim buradakı sualımızın cavabı D bəndi. Keçirik növbəti sualımıza. Əgər eyni vaxtda doğulmuş iki əkizdən deməli biri oğlan, biri qızdırsa, bu zaman mayallanmada eyni cinsi xromosom daşıyan neçə qamet iştirak eləmişdir? Deməli, əgər X xromosomu spermatozoidlə X xromosomlu deməli yumurta hüceyrə ilə birləşirsə, o zaman XX, yəni qız dünyaya gəlir. Əgər Y xromosomlu spermatozoidlə X xromosomlu yumurta hüceyrə ilə birləşirsə, o zaman yaranır XY, yəni oğlan dünyaya gəlir. Burada eyni cins xromosomu daşıyan cəmi neçə qamet iştirak eləmişdir? Eyni cins xromosomu daşıyanlar bu bizim gördüyümüz 2 yumurta hüceyrə və 1 spermatozoid. Yəni bunların ümumi cəmi 3 ədəddir. Keçirik növbəti sualımıza. Sxemdə DNT molekulunun 2 qaz zəncirinin quruluş sxemi verilmişdir. Sxemə əsasən rəqəmlərlə işarə olunmuş hissələrə həm DNT, həm də RNT molekulunda rast gələ bilərik. Deməli, baxırıq bizim buradakı sualımıza. DNT zənciri olduğuna görə adenin qarşısında timin, eyni zamanda guanın qarşısında sitozinə rast gəlirik. Deməli, biz bilirik ki, DNT molekulunda timin mövcuddur, RNT molekulunda timin mövcud deyil. Beləliklə də bizim bu gördüyümüz D və C variantlarının bu cavaba aidiyyəti yoxdur. Və biz bilirik ki, DNT molekulunda olan karbohidrat dezoksiribozadır. Və biz bilirik ki, RNT molekulundakı karbohidrat isə ribozadır. Deməli, bizim gördüyümüz buradakı cavab da bu suala aid deyil. Biz bilirik ki, RNT molekulu bir zəncirdə olduğuna görə biz orada deməli, guanin və sitozin qarşısında olan bu 3 qat hidrogen rabitəsinə də rast gəlmirik. Deməli, həm DNT-də, həm RNT-də rast gələcəyimiz bir sitozin deməli, azotlu əsasıdır. Eyni zamanda bütün nukleotidlərdə olan ortofosfat turşu qalığı. Yəni, bizim buradakı sualımızın cavabı olur B bəndi. Keçirik növbəti sualımıza. Deməli, düzgün uyğunluğu müəyyən edin. Bizim gördüyümüz bu sualda 3 deməli, mürəkkəb maddə verilir və onlardan monomerləri bizdən istənilir. Deməli, zülal, biz bilirik ki, zülalın monomeri amin turşusudur. Aid 4. Deməli, DNT. Biz bilirik ki, DNT-nin tərkibindəki deməli, nukleotidlərdə əsas olan bu karbohidratdır. Bura aiddir 2. Və gəldik RNT-yə. RNT-nin də karbohidratları deməli, ribozadır. Və bizim buradakı sualımızın cavabı 1 və 5-dir. Deməli, A-ya uyğun gələn variantımız oldu 4. B-yə deməli, uyğun gələn variantımız oldu 2. C-yə uyğun gələn variantımız isə oldu 1, 5. Bizim buradakı sualımızın cavabı A bəndi. Keçirik növbəti sualımıza. 5 hüceyrənin yumurtalığın yetişmə zonasında bölünməsi zaman sonda əmələ gələn qametlərdə cəmi 120 xromosom olarsa, hüceyrənin diploid xromosom sayı nəyə bərabərdir? Deməli, biz bilirik ki, yumurtalığın yetişmə zonasına bir hüceyrə daxil olanda sonda 4 hüceyrə yaranır. Sadəcə bunun biri qametdir. Əgər sonda deməli 5 hüceyrə daxil olubsa, sonda əmələ gələn qametlərin ümumi sayı 5-dir.
və bu 5 qametdə olan ümumi xromosom sayı 120-dirsə, bir qametdə olan xromosom sayı 24. Biz bilirik ki, qametlərin xromosom sayı haploiddir, yəni N. Əgər N 24-dürsə, 2N 48. Bu zaman bizim buradakı sualımızın cavabı olur A bəndi. Keçirik növbəti sualımıza. Deməli, burada düzgün olmayan uyğunluğu müəyyən etməyə çalışacaq. Deməli, biz bilirik ki, istər spermatozoid, istər deməli, spermit, bunlar allelgen xromosom dəstinin sadəcə birinə malikdir. Yəni, haploid xromosom dəstinə malik olduğuna görə. Bu gördüyümüz bir əslində orta xüsusiyyətdir. Deməli, birinci düzgün olmayan uyğunluqdur. Qamçıya malik deyil, bəli, spermlər qamçıya malik deyil. Bitki və heyvanlarda rast gəlinir. Bu gördüyümüz fikirə, deməli, biz spermatozoid həm heyvanlarda, eyni zamanda laminar yosun çoxalmasında da bu terminə biz rast gələ bilirik. İkinci fikir doğrudur. Erkək qamit, bəli, bunun hər ikisi doğrudur. Haploid xromosom yığınlıdır. Bunlarda haploid xromosom yığını həm spermatozoid, həm spermi. Yəni, hər ikisi haploid xromosom yığınlıdır, amma bunu sadəcə spermi olan bəndə yerləşdiriblər. Nüvəsi var, bəli, hər ikisi eukaryot hüceyrədir və hər ikisinin nüvəsi var və düzgün, deməli, ortaq nöqtələr düzgün uyğunluqda verilmişdir. Bizim burada düzgün olmayan fikrimiz birinci və beşincidir. Cavabımız burada olur Y bəndi. Keçirik növbəti sualımıza. Şəkildə sxemlə bağlı verilmiş doğru deməli, cavabları bizdən istəyirlər. Bizim burada. Deməli, bütün qametlərin mayallanmada iştirakı zamanı yaranan bütün fərdlərin cinsiyyəti eyni olacaqdır. Bizim gördüyümüz kimi burada deməli, deməli, 2 ədəd X cinsi xromosom daşıyan qameti var və bir dənə isə Y cinsi xromosom daşıyan qameti var. Deməli, bizim gördüyümüz bu sxemdə əsasən deməli, dişi heteroqamet canlılara məxsusdur. Mayallanma baş verərsə 2 erkək və 1 deməli, dişi fərd yaranacaqdır. Bizim gördüyümüz buradakı birinci fikir yanlışdır. Yetişmə mərhələsinin sonunda yaranan hüceyrələrdə olan müxtəlif cinsi xromosomların sayı bir-birinə bərabərdir. Bəli, yetişmə zonasının sonunda gördüyümüz kimi X və Y cinsi xromosom daşıyan hüceyrələrin sayı bir-birinə bərabərdir. Hər ikisini də görə bilirik. Mayallanmada iştirak edən bütün erkək qametlər eyni cinsi xromosom daşıyacaq. Bəli, əgər şəkildə gördüyümüz yumurtalıq dişi heteroqametə məxsusdur. Çünki qametlər müxtəlif cinsi xromosoma malikdir və bu zaman burada spermatozoidlər hamısı eyni cinsi xromosom daşıyacaqdır. 6 hüceyrədə qütblərə yalnız X cinsi xromosom çəkiləcək. Deməli, bizim gördüyümüz bu başlanğıc hüceyrələrin hər birində qütblərə həm X, həm Y çəkilir. İlklə göstərilən deməli, hüceyrədə isə qütblərə yalnız Y çəkilir. Hansı hüceyrələrdə qütblərə yalnız X cinsi xromosom daşıyacaq? 1, 2 və 3. Gördüyümüz bu 3 hüceyrədə qütblərə deməli, yalnız X cinsi xromosom çəkiləcək. Məsələnin həllində isə yəni, verilən cavabda 6 hüceyrədə burada onu qeyd edirik. Bizim gördüyümüz kimi bu fikirdə səhvdir. Burada bizim sualımızın cavabı olur B bəndi. Keçirik növbəti sualımıza. Eukaryot hüceyrənin plazmatik membranı ilə mitoxondri membranlarında birlikdə cəmi neçə lipid cərgəsi var? Biz bilirik ki, plazmatik membranda nizamlı düzülmüş 2 lipid cərgəsi var. Mitoxondri 2 membranlıdır. Hər membranda 2 lipid cərgəsi olduğuna görə burada 4 lipid cərgəsi olur. Yəni, plazmatik membran və deməli, mitoxondrindəki olan lipid cərgələrin sayı x bir yerdə olur 6 ədəd. Öz-özünə tozlanan tetroploid bitkinin deməli, diploid xromosomlu, heksaploid xromosomlu və tetraploid xromosomlu hüceyrələrini bizdən soruşmaq istəyir. Deməli, tetraploid bitki olur 4N. Diploid xromosom dəsli meyoz yolla bölündüyünə görə 2N xromosom dəstinə malik olan spermisi və ya yumurta hüceyrəsi olacaq. Yəni, bizim buradakı sualımızın cavabı bura bir A və Y. Heksaploid xromosomlu hansı hissəsi olar? Deməli, mərkəzi hüceyrənin xromosom dəsti olacaq 4N. Deməli, spermin xromosom dəsti olacaq 2N. Bu zaman endosperm olur 6N. Deməli, haploid xromosomlu olacaq onun endospermi. Onu da ifadə eləmişik C bəndində. Tetraploid bitki burada da olacaq, deməli, əgər bitki tetraploiddirsə,
Onun mərkəzi hüceyrəsi, yarpaq hüceyrəsi eyni xromosom dəstinə malik olacaqdır. Burada da sualımızın cavabı olur B və D. Deməli, bir diploid xromosom dəsti oldu A və deməli Y. Yumurta hüceyrə və spermi. Hexaploid xromosom dəsti iki qat mayallanma nəticəsində yaranan endosperm, yəni C. Üçüncü tetraploid xromosom dəsti isə onun mərkəzi hüceyrəsi və eyni zamanda yarpaq hüceyrəsini bura aid eləmək olar. 1A, Y, 2C, 3B, D. Buradakı sualımızın cavabı olur A bəndi. Növbəti sualımız eyni növ monomerlərdən təşkil olunubdur. Deməli, DNT-nin tərkibində 4 növ nukleotit var, məlumat RNT-sinin tərkibində 4 növ nukleotit var, zulalın tərkibində 20 növ amin turşusu var, ribosom RNT-sinin tərkibində 4 növ nukleotit var, nişastanın tərkibində isə 1 növ, yəni glikoza mövcuddur. Buradakı sualımızın cavabı olur C bəndi. Növbəti sualımız, şəkildə sxemi verilmiş virus haqqında hansı fikirlər doğrudur? Bu şəkildə gördüyümüz virus hepatit C virusudur. Bu gördüyümüz virus RNT tərkibli virusdur. Adenin azot əsasına malikdir. Bəli, doğrudur. Parazitlik etdiyi orqan endoderma mənşəlidir. Qaraciyərdə parazitlilik, qaraciyərdə endoderma mənşəlidir. Bu fikir də doğrudur. Quruluşunda zulalı var. Bütün virusların örtüyü kapset, yəni zulal maddəsindən təşkil olunub. Doğrudur. Ortofosfat turşusuna qalığına malikdir. Əgər biz burada ribonuklein turşusundan danışırıqsa, onun nukleitlərin tərkibində ortofosfat turşusu qalığına malikdir. İki zəncirli nuklein turşusuna malikdir. Əgər buradakı ribonuklein turşusu RNT-dirsə, iki zəncirli isə DNT-dir. Deməli, bu fikir bura aiddir. Y bəndi səhv fikirdir. Keçirik növbəti sualımıza. Şəkildə baş verən bölünmə mərhələləri haqqında hansı fikir doğrudur? Deməli, bölünmənin sonunda 2 hüceyrə yaranır. Gördüyümüz bu proses mitoz bölünmədir. Bir baxın. Deməli, A variantında C mərhələsinin xromosom dəsti 2-nin 4-cədir. Burada xromosomlar hüceyrənin ekvatoru boyu doğruluğuna görə biz bunu metafaza mərhələsi olaraq götürə bilirik və burada xromosom dəsti 2-nin 4-cədir. Bu fikir doğrudur. A mərhələsində bölünmə vətərləri yaranmağa başlayır. Biz görürük ki, bölünmə vətərlərinin yaranması, deməli, bu hər iki mərhələ A və B profaza mərhələsidir. Burada bölünmə vətərləri bölünmə zamanı profazada yaranmağa başlayır. Gördüyümüz bu fikirdə doğrudur. F mərhələsində yaranan hüceyrələr haploid xromosom dəstinə malikdir. Mitoz bölünmənin sonunda yaranan hüceyrələr hər biri diploid xromosom dəstinə malikdir. Ona görə bizim burada gördüyümüz C variantımız səhv cavabdır. Digər cavablarda baxaq. Y mərhələsində xromosom sayı xromatit sayına bərabər ola bilər. Anafaza mərhələsində xromosom sayı 4-ün 4 olduğuna görə doğrudur bu fikir. Deməli, gördüyümüz D mərhələsində isə qütblərə xromatitlər çəkilir. Belə şəkildən baxıldığı zaman görə bilirik. Bu fikir doğrudur. Deməli, buradakı sualımızda doğru olmayan cavabımız C bəndidir. Növbəti sual. Bitkinin yaşıl yarpaq sahəsi deməli 4 kvadrat metr, işıqlanma sahəsində müddəti 14 saat olarsa, sintez olunan maddənin miqdarını və malik olduğu enerjini baxın. Deməli, M bərabər S ver T düsturuna görə bizim burada gördüyümüz 4-ü vururuq 14-ə, sintez olunan maddəmizin kütləsi 56 qramdır. 56 qram olduğuna görə bizim A, B və D variantlarımız səhvdir. Malik olduğu enerjini 1 qram karbohidratın parçalanmasından ayrılan enerji 17,6-dır. Və biz də bunu 17,6-nı vurduğumuz zaman ayrılan enerji 985,6 kilojouldur. Bizim buradakı sualımızın cavabı olur Y bəndi. Növbəti, insan qan plazmasında yaranan fibrogenin monomeri nədir? Fibrogen zulaldır və ona görə də bu fibrogenin monomeri olacaq amin 3. İndi isə keçirik 15-ci sualda. DNT molekulunda hidrogen rabitələrinin sayını soruşur. Biz bilirik ki, adenin və timin arasında 2 hidrogen rabitəsi mövcud olur. Guanin və sitozin arasında isə 3 hidrogen rabitəsi olur. Yəni, deməli,
Adenin və timin arasında 2 hidrogen rabitəsi olduğuna görə timin nukleotidlərin sayını 2-yə vururuq. Guanin ilə sitozin arasında 3 hidrogen rabitəsi olduğuna görə onların sayını 3-ə vururuq. Beləliklə biz buradakı hidrogen rabitəsinin sayını tapa bilirik. Və bizim buradakı sualımızın cavabı olur C bəndi. 46 xromosomlu hüceyrədə meyoz yolla əmələ gələn hüceyrələrdə cəmi neçə xromosom olur? Biz bilirik ki, meyoz bölünmə zamanı bir hüceyrədə 4 yaranır və deməli, meyoz bölünmə baş verdiyinə görə əmələ gələn hüceyrələrin xromosom sayı haploiddir. 4 hüceyrələrin hər biri malikdir 23 xromosoma, 4-ü 23-ə vurduğumuz zaman deməli, bunlarda olan ümumi xromosom sayı olur 92. Sualımızın cavabı A bəndi. Düzgün olmayan uyğunluğu seçin. Deməli, Hostenbergdən inkişaf verilib. Dolayı yolla həşəratlar, bəli, sürfə əməlləsi olduğuna görə bu fikir doğrudur. Əməllərdə sürfə əməlləsi yoxdur, inkişaf düzünə tipli, doğrudur. Sürünənlərdə düzünə inkişafdır, sürfə əməlləsi yoxdur, ona görə bu fikir səhvdir. Quşlarda inkişaf tipi düzünədir, sürfə əməlləsi yoxdur. Və suda qurda yaşayanlarda sürfə əməlləsi olduğuna görə inkişaf tipi dolayıdır və bu fikir doğrudur. Burada yanlış olan bizim B bəndidir. Keçirik növbəti sualımıza. Sxemə əsasən X maddəsini müəyyən edin. Bizim gördüyümüz maddə deməli DNT-nin tərkibində yoxdur, RNT və ATF-in tərkibində mövcuddur. Deməli, bizim gördüyümüz həm RNT-nin, həm ATF-in tərkibində rast gəlməli olduğumuz karbohidrat bu lipozadır. Çünki bu maddələrin heç birinin tərkibində glukoza, fruktoza yoxdur. Dezoksiriboza isə biz rast gəlirik DNT-nin tərkibində. İstər nuklein turşuları, istər ATF-in tərkibində rast gəlinən pentoza, yəni karbohidrat, bunlar 5 karbonlu monosaxaridlərdir. Bizim buradakı sualımızın cavabı A bəndi. Sxemə əsasən yanlış bəndi müəyyən edin. Deməli, bizdən membransız və membranlı orqanoidlər soruşur. Deməli, A bəndində yazıb hüceyrə mərkəzi, yəni bizim gördüyümüz 2 hüceyrə mərkəzidir, bu fikir doğrudur. B bəndində 3 nə kloroplastı qeyd edilib, bu fikir də doğrudur, membranlı orqanoiddir. 1-də lizosom qeyd olunub, lizosom bir membranlı orqanoiddir, yəni gördüyümüz bu cavab səhv cavabdır. Mitoxondri 2 membranlıdır, Golgi kompleksi 1 membranlıdır. Bunlar sxemdə düzgün qeyd olunubdur. Yanlış cavabımız C. Bir fərdin somatik hüceyrələ bölünməsi zamanı anafaza mərhələsinin sonunda görünən xromosom sayı 48-dir. Anafazanın xromosom dəsti 4-dir, 48-dir. Bu fərdin yetişmə zonasının sonunda əmələ gətirdiyi qametin xromosom dəstini. Deməli, canlının diploid xromosom dəsti 24-dür və meyoz bölünmə zamanı deməli, əmələ gələcək hüceyrənin xromosom dəsti isə 12 olacaq. Buradakı sualımızın cavabı A bəndi. Keçirik növbəti sualımıza. Eyler-Venn diaqramda X-ə uyğun gələn bəndi müəyyən edin. Deməli, transkripsiya, biz bilirik ki, burada DNT-dən RNT sintezi olunur. Translyasiyanın sonunda isə biz dual molekulu sintez edirik. Baxırıq, hansı uyğun gələ bilər. A bəndi ribosomda baş verir və ribosomda baş verən proses translyasiyadır. B bəndi bilavasitə DNT-nin iştirakından baş verir. Bu proses deməli transkripsiyaya aiddir. Çünki DNT-dən biz məlumat RNT sintez edirik. Polipeptid maddə yaranır. Polipeptid maddə translyasiya zamanı sintez olunan zolal molekuluna aiddir. DNT-nin hər 3 növü sintez olunur. Bu proses deməli aiddir bizim gördüyümüz transkripsiya prosesinə. Polimer maddə əmələ gəlir. Bəli, polimer maddə hər ikisinə aiddir. Çünki bu prosesin sonunda iri molekullu üzvü birləşmələr yaranırlar və hər ikisi də polimerdir. RNT polinukleotid, deməli zulallarsa polimer, polipeptid maddədir. Yəni, nəticə etibarilə sonunda hər ikisində orta olaraq polimer maddə sintez olunur. Hüceyrədə kütlə payı 0,1%-dən az olan maddəni qeyd edin. Bunlar bizim gördüyümüz mikro elementlərdir. Burada aiddir yod. Növbəti sual, fotosintezin sürətlə təsir göstərən xarici amillər. Xlorofilin miqdarı, fermentin miqdarı, yarpaq səhətinin sayısı və bitki dağıcıqlarının sayı fotosintezin prosesinin gedişatına təsir göstərən daxili amillərdir.
İşığın şiddəti isə xarici amillərdir. Eyni zamanda bura işığın dalğa uzunluğu, temperatur, havada karbon qazı miqdarı bunlar xarici amillərdir. Keçirik növbəti sualımıza. Toxuma səviyyəsində canlıları öyrənən elm hansıdır? Bu bizim gördüyümüz histologiya. Histologiya hüceyrə səviyyəsində öyrənir. Meyoz bölünmədə DNT-nin ikiləşməsi baş verir. Deməli, istənilən hər bir hüceyrədə, istər mitoz, istər meyoz zamanı hər bir hüceyrə bölünməyə girməmişdən qabaq DNT-nin ikiləşməsi prosesi baş verir. Deməli, meyoz 1 və 2 arasında da interfaza baş verir, amma burada DNT-nin ikiləşməsi prosesi baş vermir. Deməli, bu fikir səhvdir. Ümumiyyətlə, anafazada xromosom sayının artmasını meyoz 2-də və rast gəlir, amma meyoz 1-də belə bir proses baş vermir. Yenə qeyd etdiyimiz kimi meyoz 1 və meyoz 2 arasında interfaz olur, DNT baş vermir. Profazada DNT-nin ikiləşməsi müəyyənləmirik. İstənilən halda qeyd etdiyimiz kimi hər bir hüceyrəyə bölünməyə girməmişdən qabaq interfaza prosesi keçirilir. Buradakı sualımızın cavabı olur C bəndi. Şəkildə mitozun hansı fazası qeyd olunmuşdur? Bu bizim gördüyümüz deməli anafazası. Çünki qütblərə biz tək xromatidli xromosomların çəkilməsini müşahidə edirik. Deməli, növbəti sualımız bir ribosom 120 saniyə ərzində deməli bir molekul zula sintez edir. Ribosom məlumat elentisi üzərində 0,2 saniyədə bir triplet sürəti ilə hərəkət edirsə, neçə amin tosundan təşkil olmuşdur? 0,2 saniyə ərzində biz bir amin tosun digərinin birləşməsini bilirsə, 120 saniyə ərzində neçə amin tosu bir-birinə birləşir. Və biz burada 120-ni 0,2-yə böldükdə 600 amin tosun mövcudluğunu müəyyən etmiş oluruq. Meyoz 2 anafaza mərhələsində hüceyrə xromosom və xromatidlərin cəmi 96 olan bir canlının qametində neçə xromosom olar? Meyoz 2-nin anafazasının xromosom dəsti 2-in 2-dir. Burada xromosom və xromatidlərin ümumi cəmi 96-dır. Yəni 48 xromosom, 48 xromatid mövcuddur. Qametdə isə mövcud xromosom sayının yarısı olacaq. Yəni B bəndi. İndi keçirik 29-cu suala. Hidrofil maddələr müəyyən edin. Biz bilirik ki, bütün polisaqaritlər, bütün lipidlər, eyni zamanda mürəkkəb zolalar, bunlar suda həll olunurlar. Bizim buradakı sualımızın cavabı 3, 4, 6. Yəni A bəndi. Deməli, növbəti sualımız üzüm maddə sintez eləmir. Kloroplast glikoza sintez edir. Mitoxondri ATF, ribosom zulal, endoplazma şəbəkənin dənəvər tipində də biz orada zulal sintezinə, hamar tipində yağ və karbohidrat sintezinə rast gəlirik. Lizosomlar isə hüceyrə daxili həzm prosesində iştirak edir. Deməli, üzüm maddələrin parçalanmasını təmin edir. 30-cu sualda cavabımız D bəndi. Metaboliya sözünün tərcüməsi bu çevrilmədir. Yalnız meyoz bölünmədə baş verən proseslər seçin. Krasnover, bəli, meyoz 1-in profazasında baş verir. Nəticədə bir diploid hüceyrədən 2 diploid xromosom yığımlı hüceyrə əmələ gəlir. Biz bu prosesə rast gəlmişik mitozda. Bu fikir səhvdir. Homoloji xromosomlar arasında konjugasiya baş verir. Bəli, meyoz 1-in profazasında belə bir proses baş verir. Hüceyrədə xromosomlar ekvatoru boyu düzülür. Biz buna həm mitozda, həm meyozda rast gələ bilirik. Ona görə bizim buradakı sualımızın cavabı olur D bəndi. Keçirik növbəti sualımıza. Birinci və ikinci terminlər arasındakı deməli bu əlaqəni qurmağa çalışacaq. Kloroplastın daxili boşluğu stromada, mitoxondrinin daxili boşluğu isə olacaq matriks. Və bizim buradakı sualımızın cavabı olur C bəndi. İndi keçirik 34-cü sual. Deməli, biz buradakı suala baxırıq. Sual qametogenezdir. Qametlərin əmələ gəlməsi prosesdir. Deməli, birinci mərhələ çoxalma mərhələsidir. Burada hüceyrələr mitoz yolundan bölünür və əmələ gələn hüceyrələrin xromosom dəsti ikincidir. Böyümə mərhələsi bu interfaza uyğun gəlir və bu mərhələnin sonunda hüceyrələrin xromosom dəsti 2-nin 4 çalır. Yetişmə mərhələsi meyoza uyğun gəlir və deməli, burada 4 rəqəmindən ifadə olunan hissənin xromosom dəsti 2-nin 4-cü, 5 rəqəmindən ifadə olunan hüceyrələrin xromosom dəsti N2-ci,
6 rəqəmindən ifadə olunan hüceyrənin xromosom dəsti NC-dir. Bu variantı birinci, ikinci, üçüncü bu gördüyümüz çoxalma əməliyyəsində metoddur və buradakı hüceyrələrin hamısının xromosom dəsti 2N 2C-dir. Doğrudur. 6-da xromosom sayı xromatit sayına bərabərdir. N sayda xromosom, N sayda xromatit. Gördüyümüz fikir də doğrudur. 4. Bu meyoz prosesinin başladığı hissədir. Meyoz 1-in provazasında Krasin Over baş verə bilər. Bu fikir doğrudur. 5-dəki xromatit sayı 2-dən azdır. 5-in xromatit sayına baxırıq. Burada N 2C-dir. Deməli, baxırıq 2-yə. 2-nin xromosom sayı isə 2N 2C-dir. Buradakı 5-dəki xromatit sayı ondan 2 dəfə azdır fikri səhvdir. Bunlar bərabərdir. Ona görə bizim buradakı sualımızın cavabı D-dir. 4-ün və 5-in xromosom sayı eyni deyil. Bəli, 4-ün xromosom dəsti 2N-dir, 5-də isə N-dir. Yəni, bunlar bərabər deyil. Bu fikir doğrudur. Buradakı sualımızın cavabı oldu. B bəndi. 35. Partogenez müşahidə olunan canlıları müəyyən edin. Biz bilirik ki, partogenez mayalanmamış yumurta hüceyrədən yeni bir orqanizmin inkişafıdır. Biz buna rast gəlirik darfniyalarda, erkək bal arasında və mənələrdə. 2, 4, 5 bizim buradakı sualımızın cavabı olur. A bəndi. 36-cı suala baxırıq. 36-cı sualda biz X-i müəyyən edirik. Deməli, polisaxarid isə deməli bunlar pektindir. Bura polisakaridə aid olanlar pektin bura aiddir. Eyni zamanda glikogen bura aiddir. Polipeptid isə bizim bildiyimiz zulal maddəsidir. Yəni bizdən X olaraq zulal soruşur. Zulal bu bizim bildiyimiz hemoglobin zulalıdır. Eyni zamanda insulin zulalıdır və ribonükleaza zulalıdır. 2, 4, 5. Bizim buradakı sualımızın cavabı olub. Deməli A bəndi. Hüceyrədə qlikozun tam parçalanmasına 220 mol su əmələ gəlmişdir. Bu enerji mübadiləsinin 3-cü mərhələsində sintez olunmuş ATM molekullarında cəmi neçə makroelektrik rabitə var? Ümumiyyətlə 1 mol qlikozun tam parçalanmasından 44 mol su əmələ gəlir. Əgər 220 mol su əmələ gəlibsə, deməli 5 mol glikoza parçalanmışdır. Və biz bilirik ki, 1 mol qlikozun parçalanması zamanı oksigenli mərhələdə 36 mol ATF əmələ gəlir. 5 mol qlikozun parçalanmasından isə 180 mol ATF əmələ gələcək. Biz bilirik ki, 1 mol ATF-in tərkibində 2 ədəd makroelektrik rabitə var. Deməli, bizim burada 180 mol ATF-imizin tərkibində isə 360 makroelektrik rabitəyə biz rast gələcəyik. Və bizim buradakı sualımızın cavabı olur, deməli, A bəndi. Keçirik növbəti sualımıza. Düzgün olmayan ifadələri seçin. 1. ADF-də makroelektrik rabitə olur, doğrudur. 1 ədəd biz burada makroelektrik rabitəyə görürük. Birinci fikir, doğru. ATF enerjisindən bir çox həyatı proseslərdə istifadə olunur. Bu da doğrudur. Bir ortofosfat turşuq alığı ATF molekulunun ayrılınca 17,6 yox, 40 kilojol enerji əmələ gəlir. Bu fikir səhvdir. ATF molekullarında olan enerjilə zəngin makroelektrik rabitə hesabına hüceyrə enerji toplayır və onu sərf edir. Bu fikir doğrudur. ATF-in tərkibində dezoksiriboza karbohidrat xeyr, tərkibində riboza karbohidrat olur. Orada da fikrimiz, yəni bu gördüyümüz fikrimiz səhvdir. Deməli, 3 və 5-ci fikirlərimiz səhvdir. Keçirik növbəti sualımıza. Səhv mülahizəni müəyyən edin. Deməli, bizim burada gördüyümüz mitoxondriyalarla malik hüceyrədə xloroplast ola bilər. Doğrudur. Xloroplast nuklein tuşlarına malikdir. Bəli, bunların tərkibində biz həm DNT-yə, həm RNT-yə rast gələ bilirik. Xloroplastda yaşıl rəng verən xlorofil pigmentidir. Doğrudur. Mitoxondrinin daxili hissəsi stroma xeyr. Bunların daxili hissəsi matrix adlanır. Bu fikir səhvdir. Xloroplastlar 2 yerə bölünmə yolundan çoxalır. Bu fikir doğrudur. Yəni bizim buradakı sualımızın cavabı olur D bəndi. Keçirik növbəti suala. Deməli, bizim gördüyümüz burada zulal biosintezin ikinci mərhələsi, yəni söhbət gedir burada transliyasiya. Deməli, su molekullarının sayı 400. Biz bilirik ki, translyasiya zamanı nə qədər su molekulu əmələ gəlirsə, elə o qədər də biz peptid rabitəyə rast gəlir. Yəni, əgər en sayda deməli, zulal molekulumuz en sayda amid turşudan təşkil olunubsa, n-1 sayda su, n-1 sayda peptid rabitə. Yəni, bizim burada gördüyümüz 400 peptid rabitə mövcuddur.
Ayrılan su molekullarının və yaxud da yaranan peptid rabitənin üzərinə biz gəldiyimiz zaman zolağın tərkibindəki amin turşusunun sayını da tapa bilirik. 400 peptid, 401 də amin turşusudur. Və bunların cəmi bizə 801 verir. Və bizim buradakı sualımızın cavabı A bəndi. Hörmətli müəllimlər, sualların izahı bu qədər. Növbəti sual izahında görüşənə qədər.